Anlayıram hər birinizi. Bugün sizinlə birlikdə biosfer bölməsinin, fiziki coğrafiyanın son bölməsinin video izahlarına başlayırıq. Bugün biosfer bölməsinin ilk mövzusu biosferin yaranması və inkişafı haqqında danışacağıq. Bu biosfer bölməsinin ilk giriş və ən qısa mövzusudur. Sadəcə burada bir neçə şey diqqət etmək lazımdır testlərdə işlədilən. Mən də həmin şeyləri sizin üçün bu video dərsdə vurğulayacağım. Düşünürəm ki, çox rahat bir dərsdir və çox rahat da başa düşəcəksiniz. Əvvəlazı biosfer nədir? Biosfer canlıların yaşadığı təbəqədir. Bio həyat mənasını, sfera isə təbəqə mənasını verir. Yəni həyatın olduğu təbəqə, canlıların yaşadığı təbəqə. Daha konkret olaraq desək, burada söhbət nədən gedir? Burada söhbət bitki, heyvan və mikroorqanizmlərdən gedir ki, təbiətdə olan bitkilər, heyvanlar, mikroorqanizmlər biosferi, yerin canlılar təbəqəsini əmələ gətirir. Siz bilirsiniz ki, biz coğrafiyada müxtəlif təbəqələr keçmişik. Litosfer, hidrosfer, atmosfer, biosfer də indi keçirik. Bu təbəqələrdən ən cavanı, ən son yarananı biosfer təbəqəsi. Yəni bugün keçdiyimiz canlıların olduğu təbəqədir. Bunu da məntiqlə hamımız başa düşə bilərik ki, birinci təbii ki, digər təbəqələr yaranmalı idi ki, həmin təbəqələri daha sonra canlı formalaşsın. Yəni əvvəlcə məsələn litosfer olmalı idi, dağlar, suxurlar olmalı idi. Sonra hidrosfer su olmalı idi, atmosfer hava olmalı idi ki, bunlar hamısı yarandıqdan sonra məhz canlılar yaşaya bilsin, canlılar yarana bilsin və biosfer formalaşsın. Biz dedik ki, biosferdə canlılardır, bitkilər, heyvanlar və mikroorqanizmlər aiddir. Biosferin formalaşmasının bir xronoloji ardıcıllığı var. Yəni biz geoxronoloji cədvəl keçmişdik, litosferdə də var idi bu. Həmin o eralar, dövrlər üzrə canlıların da formalaşma mərhələləri var. Biz bilirdik ki, iki eonumuz var idi. Kriptozoy və fanerozoy eonları və eralarımız var idi. Arxeik proterozoy ki, bu kriptozoya aid idi. Paleozoy, mezozoy və kaynozoy eraları bunlar da məhz fanerozoya aid idi. Bugün o eralar üzrə yaranan canlılara baxırıq. Birincisi arxeik və proterozoy eralarında, yəni kriptozoy eonunda ilkin bakteriyalar və su yosunları əmələ gəlmişdi. Təbii ki, biosferdə digər təbəqələr kimi sadədən mürəkkəbə doğru inkişaf edir. Canlı da yəni birdən-birə yaranmıyor bütün canlılar. Əvvəlcə ilk bakteriyalar, su yosunları yaranıb. Daha sonra alt paleozoyda gördüyünüz kimi dənizdə yosunlar, onurğasızlar inkişaf edib. Quruda ilk bitkilər yaranıb, okeanlarda balıqlar yaranıb. Üst paleozoyda isə suda quruda yaşayanlar, ilk sürünənlər əmələ gəlmişdir. Ay döşək və qıcıkimilər kimi bitkilər yayılmışdır. Nəhayət mezozoy erasında gördüyünüz kimi ilk quşlar, bitkilərdən isə örtülü toxumlar yayılmışdır. Və burada sürünənlər hökmranlıq etmişdir. Və siz bilirsiniz ki, mezozoy erasında Jura dövründə 66 milyon il əvvəl təqribən dinozavrların nəsli kəsilmişdir. Və ən son olan eramız kaynozoy erasında isə insan yaranmış, həmçində məməlilər geniş inkişaf eləmiş, geniş yayılmışdır. Bax, bu xronoloji ardıcıllıqdır, sadəcə əzbəri olan bir şeydir. Testlərdə istifadə olunur bəzən, ona görə də bunu bilməyiniz daha yaxşıdır. Daha sonra biz biosfer bölməsindən danışarkən biz canlıların yayılması və müxtəlifliyi haqqında da məlumatlı olmalıyıq. Birincisi biz bilməliyik ki, baxın burada flora və fauna var. Fauna heyvanlar aləmi, flora isə bitkilər aləmini bildirir. Biz bilməliyik ki, dünyada ümumiyyətlə yer kürəsində üzvü kütlənin miqdarına görə, ümumi çəkisinin miqdarına görə bitkilər daha çoxdur, flora daha çoxdur. Amma növ tərkibinin müxtəlifliyinə görə heyvanlar daha üstünlük təşkil edir. Bundan başqa biz bilməliyik ki, quruda olan canlıların əksəriyyəti bitkilərdir, suda olanların isə daha çox faizini heyvanlar təşkil edir. Yəni quru yazıram bitki, okeanda isə yazırıq nə? Heyvan. Bax, bunu da bu şəkildə bilməliyik. Daha sonra testlərdə nə istifadə olunur? Coğrafi enliklər üzrə biokütlənin yayılması. Birincisi biz başa düşməliyik ki, biokütlə, yəni heyvan və bitki kütləsinin, mikroorqanizmin yayılması nədən asılıdır? Ərazinin iqlimindən asılıdır. Birinci növbədə landşaftının relyefindən asılıdır və biz başa düşməliyik ki, yer kürəsində ekvatorial və subekvatorial enliklərdə, yəni ekvatorial cəngəlliklərdir, savannalardır, dəyişkən tübəkli meşələrdir. Bunlarda təbii ki, biokütlə üstünlük təşkil edir.
canlı kütləsi, heyvan və bitkilər üstünlük təşkil edir. Harda azdır? Əlbəttə ki, Arktik səhralarda, Antarktidada, həmçinin tropik səhraların özündə də canlı kütləsi azdır. Və bu canlı kütləsinin çox olduğu yerlərdə, məsələn, ekvatorial, subekvatorial enliklərdə, həmçinin mülayim enliyin meşələrində, subtropik enliyin meşələrində üzvü aşınma gedir. Baxın, üzvü aşınma. Aşınmanın bu haqda da video dərsimiz var kanalda. 3 növ var idi. Fiziki, kimya və üzvü bilirsiniz. Və canlıların təsiri ilə baş verən aşınma üzvü aşınma hesab olunurdu. Bax, bu meşələrdə də üzvü aşınma xarakterlikdir. Daha sonra biz nəyə bilməliyik? Okeanın özündə də canlıların yayılması müxtəlifdir. Quruda bildik ki, iqlimə görə, əsasən landşafta görə yayılır canlılar. Bəs okeanda nəyə görə yayılır? Okeanın təbii ki, okean suyunun temperaturuna görə, oradakı duzluluğun miqdarına görə. Biz bilməliyik ki, okeanda, baxın, bu da testlərdə çox istifadə olunur. Okeanda tropik enliklər daha isti olduğuna görə, orada su daha duzlu olduğuna görə biokütlənin kütləsi azdır. Kütlə azdır. Yəni, heyvan bitki kütləsi azdır. Amma növ tərkibi zəngindir. Növ tərkibi zəngindir. Yəni, daha çox çeşidliliyi var, daha çox növ var tropiklərdə. Söhbət okeandan gedir. Amma ümumi biokütlə azdır, miqdarı, çəkisi azdır. Amma mülayim və qismən də subtropik enliklərdə, okeanlarda növ daha azdır, amma kütlə daha çoxdur. Canlı kütləsi çoxdur, biokütlə daha çoxdur. Amma növ daha kasıbdır. Yəni, fərqlilik daha azdır tropikə nisbətən. Amma ümumi canlı kütləsi mülayimdə və subtropikdə, okeanda daha çoxdur. Bunu da diqqətlə. Bir daha deyirəm. Əgər söhbət quru ərazisindən gedirsə dünyadan, ekvatorial və subekvatorialda çoxdur canlı kütlə. Tropik səhralardır, qütblərdir, bunlar da azdır. Amma söhbət okeandan gedirsə, tropiklərdə biokütlə azdır, növ tərkibi zəngindir. Mülayim və subtropikdə isə biokütlə çoxdur, növ tərkibi isə daha kasıbdır. Bunu da bildikdən sonra burada biosenoz termini var. Biosenoz nədir? Bir yerdə yaşayan bitki, heyvan və mikroorqanizmlər birlikdə biosenozu formalaşır. Yəni, biosenoz bərabərdir bitki, üstəyəl heyvan, üstəyəl mikroorqanizmlər. Mikroorqanizmlər haqqında da qısa bir məlumat verim ki, mikroorqanizmlər nə işə yarayır təbiətdə? Mikroorqanizmlər tullantı təmizləyən deyirlər bunlara, çürümə işini yarayır. Yəni, o heyvanların, bitkilərin çürüməsini təmin edən mikroorqanizmlərdir. Mikroorqanizmlər qeyri-üzvü maddədən üzvü maddə hazırlayır, torpaq əmələ gəlmədə iştirak edir. Yəni, o nə qədər tullantı ki var, heyvan cəsədi, hətta insan cəsədi, bitkilərin tullantısı, onların hamısının çürüməsinin səbəbi bakteriya, mikroorqanizmlərdir. Əgər bu olmasaydı, çürümə olmazdı. Aydınmı? Bitkilər aydın məsələn ki, fotosintez prosesi gedir bitkilərdə, karbonu alır, oksigen buraxır və bu atmosfer üçün çox əhəmiyyətlidir, insanlar üçün də çox əhəmiyyətlidir və bütün bunların inkişafı da məhz günəşin istiliyi, günəşin işığı və istiliyi nəticəsində baş verir təbii ki. Daha sonra biz okeanda heyvanlardan danışarkən onları 3 yerə bölürük. Bax, görürsünüz, 200 metrə qədər yaxşı işıqlanan zonadır və burada planktonlar yaşayır. Planktonlar daha xırda canlılardır suyun üzündə və onlar sərbəst üzə bilmirlər. Daha sonra 200 metrdən 1000 metr arası zəif işıqlanan və yaxud da alatoranlıq zona deyilir buna. Burada nektonlar yaşayır, yəni sərbəst üzə bilən canlılar, balıqlar, balinalar və s. Və ən sonda 1000 metr, 3000 metr, yəni daha dərin hissələrdə suyun tam qaranlıq olduğu, artıq günəş işığının demək olar gəlmədiyi hissələrdə bentoslar yaşayır, xərçəngimlər, molluskalar. Burada bentoslar tam qaranlıq zonada bura uyğunlaşıb yaşayırlar. Bax, bu biosferin inkişafı və orada canlı aləmin müxtəlifliyi dərsi idi. İnşallah ki, bundan sonra coğrafi təbəqənin də video izahı gələcək. İzləmədə qalın. Hər birinizə uğurlar arzulayıram.